Təzə bir dəyişiklik eləyirlər. Təhsil naziri deyib ki, təhsilimizdə keyfiyyəti artırmaqdan ötürü qərar qəbul eləyəcək ki, müəllimlər saat 9-dan 4-ə qədər işdə olsunlar. Bu vaxta qədər bilirsiniz də, müəllim gedirdi 2 saat, 3 saat, 4 saat dərsi nə idisə onu keçirdi. Ondan sonra məktəbdə qalmaq məcburiyyəti yox idi. İndi onu dəyişmək istəyirlər və pedaqoji kollektivlərin də çoxu buna narazılıq eləyir. Mən bugün müəllimlərin halına acımaq istəmirəm. Özləri savadlı yoldaşlardır. Əziyyət çəksinlər, o seçki saxtakarlığında göstərdikləri fədakarlığı öz iş hüquqları üçün də göstərsinlər, problemin həll eləsinlər. Məni dərd götürüb, sadə qara cəmaat neyniyəcək? Bizi əgər bu təhsil nazirinin planı baş tutsa, çətin günlər gözləyir. O baxımdan ki, hamınız bilirsiniz ki, bizim müdrik deputatların tövsiyəsi əsasında maaşlar az olduğuna görə müəllimlər işdən sonra, yəni dərsdən sonra gedirdilər, taksi sürücülüyü eləyirdilər, fəhləlik eləyirdilər, soğan, kartof əkirdilər və bu yolla həm öz güzaranını düzəldirdilər, həm də respublikamızın iqtisadiyyatına töhfə verirdilər. İndi bu böyük müəllimlər kollektivini sürücülükdən, əkinçilikdən, bənnalıqdan uzaqlaşdırılandan sonra vəziyyət gərgin olacaq. Onsuz da yaxşı deyil idi. Ərzaq təminatımız, tikintidə fəhlələrə ehtiyac. Ona görə bu məsələ ilə bağlı nəsə fikirləşmək lazımdır. Nəsə fikirləşmək lazımdır. Xalqı bu cür ağır sınaq qarşısında qoymaq olmaz, Emin müəllim.